Xaqan Film Kinostudiyası təqdim edir. Vətən ətirli oğullar. Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 44 günlük vətən müharibəsində igid oğullarımız Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi altında zəfər səlnaməsi yazdılar. 30 il düşmənin soyuq nəzərləri altında sıxılan torpaqlarımız işğaldan azad olundu. İkinci Qarabağ müharibəsi haqqında danışarkən ilk növbədə əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Onların canı bahasına, qazilərimizin, hərbçilərimizin qanı bahasına biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpaqlarımızdan qovduq, bütün azad edilmiş torpaqlarda Azərbaycan bayrağını ucaltdıq, tarixi ədaləti bərpa etdik və milli qürurumuzu bərpa etdik. Eşq olsun Azərbaycan ordusuna, Qarabağ Azərbaycandır! Şərəf tarixini yaradanlar arasında Kəlbəcər rayonundan olan igid oğullarımız da vardı. Şəhid Bəhram Nizamoğlu İlyasov. İlyasov Bəhram Nizamoğlu 30 noyabr 1998-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olub. Əslən Kəlbəcər rayonundan idi. 2015-ci ildə orta məktəbi bitirib. 2017-ci il yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. 2018-ci ildə Silahlı Qüvvələrin en saylı hərbi hissəsində hərbi xidmətini kəşfiyyatçı kimi başa vuran Bəhram İlyasov, hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 2020-ci ilin Tovuz döyüşlərindən sonra en saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət, hərbi qulluqçu kimi hərbi xidmətini davam etdirmişdir. Bəhram körpəliyindən hərbiyə həvəskar uşaq olub. Həqiqi hərbi xidmətini şərəflə kəşfiyyatçı kimi başa vurub. Polat Həşimov şəhid olan vaxtı məndən xəlvət gedib könüllü yazılmışdı. Bəhram İlyasov 2020-ci il sentyabrın 27-sindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan vətən müharibəsində böyük şücaət göstərib. Bəhram cəbhəyə kəşfiyyatçı kimi başladı. Döyüşlər başlayanda Bəhramla mənim hər gün əlaqəm var idi. Deyir ki, ata narahat olma, sizin yarımçı qoyduğunuz işi biz başa vuracağıq, rəllə işimiz var. Yəni mən bu həyatda yaşamışdım 4 il, mən bilirdim müharibə nə olan şeydir. Mən hər an, hər saat elə bir hadisələri gözləyirdim. Onun döyüş yoldaşlarını görəndə deyir, ana sən ağlama elə bir oğlum. Çünki o oğul qəhrəman oğluydu. O gülərək gedirdi, gülərək torpağımıza addımını atırdı. Bəhram İlyasov Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 13 oktyabr 2020-ci ildə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində dəfn edilib. Vətən uğrunda Suqovuşanın azad olunmasına görə və Ağdamın azad olunmasına görə medalları ilə təltif edilib. Oktyabrın 4-ü məndən əlaqə saxladı gün orta saat 3-də. Dedi, ata, işimizi başa vurmuşuq uğurla. Əməliyyat yaxşı keçir, biz qayıdırıq öz yerimizə. 4-ü axşamı iki qardaş bir yerdə döyüşdəydilər. Böyük qardaşım zəng elədi ki, ata, bəs Bəhramdan xəbəri yoxdur, narahat olmayın. Demək olar ki, bunun qardaşı bilirmiş şəhid olduğunu, mənim xəbərim olmuyormuş. Ayın 13-ü getdik, biz də kənd qəbirstanında dəfn elədik. Oğullar nə yollar gedir, nə dağlar əsirmiş. Anaların xəbəri yoxdur. Mən getdim o dağlarda, çağırdım ki, bala, gəlmişəm səs-məzəs. Bəyəm elə bil mən onu unutmamışam. Gün oradalar gedib məzarında yatırım, danışır. Mən fəxr edirəm ki, mənim oğlum düşmən arxasında oturub, düşmən mövqeyini bizimkilərə çatdırıb ondan onları məhv elədilər. Mən ona görə fəxr edirəm ki, həqiqətən də mənim oğlum kəşfiyyatçı kimi
vətənına layıqlı xidmət edərək şəhid olub. Bu günləri mən fəxr edirəm ki, mənim oğlum torpaqların azadlığı uğrunda şəhid oldu və bu şəhidliyin qarşısında torpaqlarımız azad oldu. Azərbaycan tarixinə 44 günlük zəfər savaşını onlar yazdılar. Bu torpaqları vətən eləyən oğullar. Onlar özləri yaratdıqları tarixin vətən ətirli oğullarına çevrildilər. Qələbə, zəfər tarixini yazanlar da, yaşadanlar da onlar oldu. Vətən müharibəsinin hər günü bizi addım-addım qələbəyə çatdırdı. Bu torpaqlar qəhrəmanlarımızın sayəsində əsl sahibinə, bizlərə qayıtdı. Torpağı, vətəni yaşadanları yaşatmaqsa bizlərin borcudur. Qarabağ Azərbaycandır. Həyat belədir ki, bunun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır. Amma şəhid olmaq bu xalq qarşısında, tarix qarşısında və gələcək nəsillər qarşısında böyük xidmətdir.